Xordadi 1385 Güney Azərbaycan milli qiyamı, belirtiləri, gənclərin nəqşi, İran və bölgənin siyasi prosesində etkisi. 5-ci bölüm. 1385 Xordad qiyamının İran və bölgə siyasi müadilələrində etkisi. Əsasən, bütün iqtidarçı rejimlər sosial və ulusal haqları peşində olan qiyamları və hərəkətləri baskı və şiddətlə qarşılayırlar. Güney Azərbaycan milli hərəkəti də 1385 Xordad milli qiyamında və ondan sonra Tehran hakimiyyəti tərəfindən şiddətə və baskıya məruz qalmış. Amma bəzi türk nizami güclərinin etiraz edənlərə qarşı şiddət kullanmağı qəbul etmədikləri üçün İran rejimi pulla tutulmuş yabancı əskərlərin kullanmaqlarına məcbur olmuş. Beləliklə İran rejimi Lübnan Hizbullah güclərini Azərbaycana göndərərək terroristi qurumların İran sınırları içində kullanmağının ilk təcrübəsini qazanmış oldu. Bu qiyamdan sonra Güney Azərbaycan şəhərlərində güvənlik ortam ağırlaşıb. Rejimin İttilaat Baxanlığının xəbər qaynaqları sistematik şəkildə milli mədəni fəallara qarşı totiə taktikləri kullansalar da, mədəni mücadilə yolları və milli söyləm kimi milli hərəkətin gedişatı və yöntəmlərinin arxa planları gəlişmək və dəyişməkdə idi. Güney Azərbaycan hərəkətinin sınır içi və sınır dışı təşkilatlanmaqları və uluslar arası alanlara daxil olması da sürətlənməkdədir. Xordad qiyamından sonra milli hərəkatın xarici etkiləri Türkiyə, Azərbaycan olsun, yoxsa Avropa və Amerika kimi ölkələr. Artıq 1385-ci ilə qədər milli hərəkat özünü siyasi olaraq yurt dışında da tanıtmağa və göstərməyə başlamışdı. Amma o ildən bəri bu siyasi hərəkatın millət tərəfindən dəstəklənməsi də sübuta yetişdi. İran coğrafiyasına bütünlüyünə baxdığımızda bəlkə o günə qədər Güney Azərbaycan milli hərəkatı opozisyon olaraq çox da ciddiyə alınmırdı. Amma milyonlar insanın milli məsələ üçün xiyabanlara axın etməsi, sokaqlara gəlməsi, milli şüarlar, sloganlar atması milli hərəkatın İran adlanan ölkənin, o coğrafiyanın siyasi hesablarında güclü bir potansiyelə malik olmasını göstərdi və biz gördük ki, bunun açıq görünümü, yəni Türkiyə, Azərbaycan mediasında bu yayınlansa belə, xəbər olsa belə və nə qədər başqa süper güc, Avropa, Amerika kimi ölkələrdə bunu boykot etsələr belə, amma bir çox siyasi mərkəzlərin, stratejik araşdırmalar mərkəzlərinin qonusu oldu və onlar da bu qiyamı təhlil etməyə başladılar, artıq millətimizi tanımağa başladılar və hər kəs bunu yaxşı anladı ki, bu güc göz ardı edilə biləcək bir güc deyil və siyasi İranın gələcək dəyişimlərində bu hərəkət də özünə yeri var, özəl yeri var, özünə pay istir və bu payı da alacaqdır. Bu qiyamın bir başqa sonucu dünya mediaların Güney Azərbaycan məsələsinə diqqət verməkləri idi. Eləcə ki, Güney Azərbaycanın bugünkü siyasi olayları, özəlliklə traktor oyununun olayları və tərəfdarlarının şüarları hər zaman bu mediaların diqqətini çəkib və gələcəkdəki hərəkətlərdə daha çox başarı əldə etmək üçün kəsinliklə uyğun ortam və potansiyel yaratmışdır. Tebriz Traktör Sazi, İran Ligi'nde bir futbol kulübü. Ancak İran'da yaşayan 35 milyon Azerbaycan Türk'ü için çok daha büyük anlamlar içeriyor. Tebriz'de 1970 yılında kurulan kulüp, Tebriz çevresi ve tüm İran'daki Türkler için kendini ifade etmenin en kolay yolu.
Traktör tribünləri Azərbaycana olan hasretini tribünlərdə "Sən çağır gələrəm mən, sən yaşa Azərbaycan, senin için ölürəm mən, sen yaşa Azerbaycan" tezahüratlarıyla haykırıyor. Bakü, Tebriz, Ankara, "Biz hara, Farslar hara" tezahüratıyla da Türkiye'ye ve Azerbaycan'a selam gönderiyorlar. Hadi Bakü, Ankara! Hadi Bakü, Ankara! Bu sezon Asya Şampiyonlar Ligi'nde mücadele eden takım Türk teknik adam Ertuğrul Sağlam'a emanet. Tebriz Traktör Sazi taraftarları en son oynadıkları Şampiyonlar Ligi maçında da dikkat çekici bir tezahürata imza attı. Traktör Sazi, Birleşik Arap Emirlikleri'nin El Cezire Abu Dhabi takımını konuk ederken tribünlerden "Ne mutlu Türk'üm" diyene sesleri yükseldi. Ayrıca Döştür Çehreqanlı'nın Güney Azərbaycan Milli Oyanış Hərəkətin liderliği ilə birlikdə Türkiyə və Quzey Azərbaycan Cumhuriyyət ölkələri kimi dünya mediaların Güney Azərbaycan məsələsi ilə ilgilənməsi İran rejimi Döştür Çehreqanlı'nı Güney Azərbaycan sınırlarından uzaqlaşdırmaq üçün yeni bir güvənlik protokol imzalamaq zorunda qalmışdır. Xaric əslində hər zaman daxildən aşılı olubdur. Yəni hər zaman daxildə bir hadisə olduqda xaricdə cana gəlibdir. Azərbaycanlılar, hətta o pasiv Azərbaycanlılar da necə deyirlər, meydana gəliblər, bir araya toplanıblar və bir çoxlu fəaliyyətlər gedibdir. İstər 20 yanvar hadisəsi, ya Xocalı faciəsi və ya güneydə Döştür Çehreqanlı hadisələri ilə əlaqədar Azərbaycanlılar bir araya gəliblər, komitələr yaradıblar və bir çoxlu fəaliyyətlər aparıblar. Eləcə də Xurdatla da əlaqədar bu cür oldu. Bir çoxlu fəaliyyətlər oldu dünyanın bir çox ölkələrində. Mən bunların o detaylarına, incəliklərinə keçmək istəmirəm. Ancaq əsas demək istədiyim budur ki, bugün bizim danışacağımız məsələ əslində bu hadisəni bir daha gözdən keçirmək, bu hadisəni təşkilatlarımız, alim şəxsiyyətlərimiz və siyasi fəallarımız bunu analiz eləmək, bundan o təcrübələri əldə eləmək lazımdır. Bugün bizə biz soruşmalıyıq ki, özümüzdən soruşmalıyıq ki, bu işlər, bizim gördüyümüz işlər Xurdat hadisələri ilə əlaqədar bu kifayət qədər oldumu, bu yetərli miydi, biz eləyə bildikmi dünya ictimaiyyətinə yetərli qədər bu hadisəni çatdıra bilək? Əlbəttə ki, yox. Mən inanıram ki, bunu biz bundan 10 qat, bəlkə də 100 qat daha yaxşı eləyə bilərdik. Ancaq niyə eləyə bilmədik? Bu nədənləri, bu səbəbləri bugün məncə biz danışmalıyıq, axtarmalıyıq, araşdırmalıyıq, soruşmalıyıq, mübahisə aparmalıyıq. Yəni bu işi siz əslində bu proqramınızla görürsünüz. Və buna hazırlıq aparmalıyıq. Gələcək hadisələr üçün hazırlığımız olmalıdır. Bu olmazsa biz məcbur olacağıq gələcəkdə yenə də bu acı təcrübələri bir daha təcrübə eləyək. Əkbər Ələminin məclisdəki itici danışığı ki, şübhəsiz Güney Azərbaycan Türk millətinin dəstəkindən qaynaqlıydı, 15 və 19 maddələr kimi anayasaların ilkələrinin gerçəkləşməsi istəyini bir daha gündəmə gəlməsinə səbəb oldu. Amma bu qiyam təkcə Əkbər Ələminin məclisdə danışmağıyla və Güney Azərbaycan Türk millətini savunmağıyla sınırlı qalmadı. Haray, haray, mən Türkəm səslənmələri 80 illik bir taboyu sındırdı və moral baxımından
Güney Azərbaycan mədəni fəalların umudlarını canlandırdı. Çünki Güney Azərbaycanın mədəni fəalları və kimliklərini qoruyan açıq düşüncəli sınıfı çabalarının sonuçlarını toplumun şüarlarında görürdü. Bu qiyam açıq bir mesaj daşıyırdı və o da bu ki, 80 il baskı, saxtakarlıq, təhqir və təhrif Güney Azərbaycan Türk millətini öz kimliyindən uzaqlaşdıra bilməyibdir. Ki bu olay şovinist stratejinin yenilməsinin anlamına gəlir. Ondan sonraydı ki, İran adlı coğrafiyada hökumət edən ırqçılar yumuşaq yöntəmi ilə kimliyi aradan aparmaq üçün Farsça yetərlilik planı kimi başqa gizlin planlar axtarmaya başladılar. 1385 Xordad qiyamın mahiyyətinə baxdığımızda Xordad qiyamı şüarlarında, prinsiplərində, əsaslarında heç bir siyasi cəryanla ayrılma ya boşanma bir istəyi yoxdur. Ancaq biz bunu dəyərləndirmək üçün bu şüarların, Xordad qiyamında səslənən şüarlara və qoftumana baxmamız lazım. Burada nələr mətrəh oldu ki, o tarixdən bu yana Benoy Azərbaycan siyasi mərkəzi Azərbaycan siyasi cəryanı ilə digər İranın siyasi cəryanları ilə, hakimiyyəti və opozisiya cəryanları ilə bir ayrışma, bir siyasi boşanmaya nədən oldu. Ona baxdığımızda biz öncə Xordad qiyamının və Xordad Azərbaycanda olan şüarlara və qoftumana baxmamız lazım. Xordadda nə oldu? Azərbaycanın Benoy demək olar ki, əsas istəkləri mətrəh oldu və Azərbaycanın mənafesi demək olar ki, yenidən tərif oldu və bu kimlərə xoş gəlmədi ki, əsas oldu bunlar sussunlar və sakit olsunlar. Çünki daha öncə hər zaman sözdə də olsa həmvətən, İranlı kimi terminlərlə Azərbaycanlıların bir çoxunu elə bilmişlər özlərindən yol bir eləsinlər. Ancaq bu tərəfdə Azərbaycan Türk milləti gördü ki, bu gündə, yəni Xordad 1385 ilində mərkəzi cəryanlardan heç bir səs qalxmadı. Və bu buradadır ki, böyük bir soru işarəti yarandı. Həmvətən olmaqda, İranlı olmaqda böyük bir soru işarətlər Tudehay mərdumda yarandı və demək olar ki, bu ayrışmayı, bu siyasi boşanmayı mərkəzi cəryanlar başladılar. Yəni, onların əlində olduğu o gün dərvaqə ırqçılığa qarşı və istimara qarşı səs qaldıran, baş qaldıran milyonlarca Azərbaycanlıların səsinə səs vermədilər. Və gördüyümüz kimi ondan 3 il sonra 1388-də dərvaqə Cənubi Sərb hərəkatında Azərbaycan daha ciddi şəkildə öz milli mənafəsinin üstündə durdu. Və bu Azərbaycanın müasir tarixində bir ilkidir ki, 1385 Xordad qiyamı bu Azərbaycanın müasir tarixinə bunu bağışladı və ondan sonra demək olar ki, Tudehay mərdumidə və aydın fikirlərdə bu fikir yarandı və qarşı tərəfdə də bu cəryan yarandı ki, demək olar ki, beləhazə mənafə Azərbaycan öz mənafəsini tərif edibdi və artıq İrana həzinə və bədəl verməyə hazır deyil. Ancaq bir Azərbaycan milli hərəkatının və Xordadda mətrəh olan şüarların əsas təməli dünyada olan insan haqları prinsiplərinə dayanaraq, Birləşmiş Millətlərin prinsiplərinə dayanaraq insani və bərabər haqqı tələb edir. Əgər bir siyasi cəryan bu istəyi dünya uluslararası prinsiplərə dayanaraq bunu qəbul etmirsə, demək olur ki, siyasi boşanmayı və ayrışmayı qarşı cəryan kilit vurur. 1388 olayları da
1385 qiyamında yaranan bilinci açıqlamaq üçün başqa bir örnəkdir. İranın başqa bölgələrindəki xalqın pis və ən pis arasında seçimləri və rejim çərçivəsində dəyişiklik imkanına inandıkları halda Güney Azərbaycan Türk milləti nə fəqət rejimin bütünlüyünü, bəlkə ırqçılıq düşüncələri və fars şovinizmini hədəf tutmuşdur. Mir Hüseyn Musəvi Türk olsa da, öz toplumunun içindən ayrılıb, Güney Azərbaycan çıxarlarına qarşı olan yeni bir topluma qoşulmuşdu. Buna görə də 1385 ilində yaranmış bilinç sonucunda Türklər Yaşıl Hərəkət olayında Musəvini dəstəkləmədilər. Çünki artıq bilirdilər ki, nə reformçular və nə fars opozisyonu heç biri var olan rejimdən fərqli deyildir. Həmən ondan 3 il sonra Yeşil Hərəkat adlanan İrandakı islahat tələblərin hərəkətlərində diqqət edərsiniz, biz nə islahat tələbləri dəstək verdik, nə usulcuların yanında durduq. Yəni millət olaraq heç bir bunlara dəstək vermədik, eşiyə çıxmadıq, təzahürat eləmədik. Çün millət bunu anlamışdı. Artıq bizim mərkəzdən, fars faşizmindən, İran molla rejimindən heç bir bəklentimiz yoxdur. Çün tarix bunu göstərmişdir ki, biz birlikdə deyilik, biz bir millət deyilik və istəklərimiz də bir deyildi. Ondan sonra 96, ondan sonra 98 hərəkətlərində də bunlar görünmüşdür. Və fars molla rejimi bu seri boş durmamışdır. Çün o da bunu anlamışdır ki, artıq burada etirazlar Ruhaniyə, Əhmədinecada, Xameneyə, Xumeyniyə qarşı deyil. Bu etirazların cinsi fərqlidir. Bu etirazlarda millət azadlıq, özgürlük, istiqlal istəyirlər. İstiqlal səsləri qulaqlara gəlir. Təbiətən onlar da çalışmaya başlamışlar bizə qarşı, bizi dağıtmaq istəyirlər. Amma bilməmişlərdir ki, biz Türklər təşkilatlansaq daha güclənəcəyik, daha iləri gedəcəyik və öz istəklərimizə yetişəcəyik. Necə ki, 91 Urmiyə də Urmu gölü qiyamlarında, ayaqlanmalarında, 94-də Fitilə cəryanlarında biz bunu göstərdik ki, biz Azərbaycan üçün hər zaman ayaqdayıq. Ancaq bir nöqtə var. Biz kəsinliklə Güney Azərbaycan istiqlali və bağımsızlığı uğrunda təşkilatlanmalıyıq, sonra millətləşməliyik, sonra devlətləşməliyik. Bizim orada bugün artıq dil mücadiləmiz yoxdur. Bizim orada artıq biz ana dil istəmirik. Biz orada öz devlətimizi qurmaq istəyirik. Öz vətənimizin sınırlarını çəkmək istəyirik. Çün bilirsiniz, dünyada bu qədər dil olsa da 200 devlət var. Biz o 200 devlətdən biri olacağıq. Sağ olun, nə mutlu Türküm deyənə. Yəqin 1388 hərəkəti bir sistem içi siyasi etiraz idi və sonuzda sistemin qırmızı çizgisini keçə bilməzdi. Buna görə də Yaşıl Hərəkəti fars olmayan millətlərin istəklərini yansıda bilməyib və rejimin ırqçı siyasətlərini yeridəcəkdi. Güney Azərbaycanın istəkləri mərkəz yönəli hərəkətlərin içində tərif ola bilməz. Buna görə də ən doğru qərarlar o dönəmdəki mədəni fəallar və siyasi qurumlar tərəfindən alındı. Bu da əlbəttə fars opozisyonunun Güney Azərbaycan türklərinə qarşı düşmanlığını daha da artırdı. Yəqin, xalq üçün tribun ola biləcək mücadilə imkanlardan biri stadionlardır. Heç bir zaman bir tribunu olmayan və hər zaman rejim və fars opozisyonun mediaları tərəfindən boykot olan bir xalqın haqlı bağırışları üçün stadionlar mədəni fəalların çox gözəl kullandığı bir yaradıcılıq idi ki, traktor taxımının oyunlarını millət üçün bir tribuna çevirdilər. Hər nə qədər taxımı uduzdurub tərəfdarları soyutmaya çalışsalar da, hər dəfə gənclər daha həyəcanlı stadionlara qatılırdılar. Çünki traktor bir taxımdan daha üstündür və deyimlərə görə nə topdu, nə qoldu, traktor milli oldu. Bu şüarlar Güney Azərbaycana sınırlı qalmadı və uluslar arası bir prestij qazandı və Quzey Azərbaycan və Türkiyə kimi yabancı medialara çəkici bir qonuya dönüşdü. Örneği, Türk ordusunu və Barış Pınarı hərəkatını dəstəkləməkləri idi ki, Güney Azərbaycanın Türkiyə ilə birliyini hamıya göstərib və opozisyonun və İran rejiminin qorxusuna səbəb oldu. 1385 Xurdad qiyamı və Güney Azərbaycanın
milli çıxarlarının yenidən tanımlanması bir tərəfdən və yaşıl hərəkəti və fars oppozisyonla işbirliği aparmamaq dünya ölkələrinə açıq bir mesaj göndərdi. Bu olay göstərdi ki, Güney Azərbaycan yolunu İran adlı coğrafiyadan ayrıdıb və var olan siyasi rejim və fars oppozisyonu heç birinin Güney Azərbaycanda məşruiyyəti yoxdur və yabancı dövlətlərin fars oppozisyonla İran çərçivəsində müzakirə və ilişkiləri sadəcə zaman hədərə verməkdir və var olan rejimdən sonra yabancı dövlətlər siyasi və ekonomik ilişkiləri üçün Güney Azərbaycan Türk millətinin nümayəndələri ilə müzakirə etmək zorundadılar. Bu gün ədalətin qurulması və öz taleyini bəlli etmək üçün ortam yaranıbdır və uluslararası örgütlər, dövlətlər və millətlər Güney Azərbaycan Türk millətinin qiyam səsini eşidiblər. 1385 qiyamında fars oppozisyonu ırqçılıq və rejimi qınamaq yerinə milyonlarca insana təhqir edən ırqçılar və basqıçıların yanında durdu. Ki isbat etsin ırqçı düşüncə açısından fars oppozisyon, Pəhləvi rejimi və İslam Cumhuriyyəti ilə heç fərqi yoxdur. Bu tepki Güney Azərbaycanda mərkəzçi siyasətçilərin İranda sistematik ırqçılıq olduğunu qəbul etməklərinə səbəb oldu. Bəlkə də fars oppozisyonunun fərqli tepkisi gələcəkdəki müadilələri başqa şəkildə dəyişdirib rejimin yıxılmasına səbəb ola bilərdi. Ancaq fars oppozisyonu yaranan bu fürsəti kullanmadığı kimi 1388 ilində Güney Azərbaycanın potansiyelindən faydalana bilmədi. Təbiətən fars oppozisyonun qədim siyasətçiləri o dönəmin həssas durumundan xəbərləri var idi. Amma məsələyə ırqçı baxışları və fars olmayanların təməl haqlarını rəsmiyyətə tanımamaq ideolojisi onları rejim yanında Güney Azərbaycan Türk millətinə qarşı savaş aparmağa yönləndirdi. Mərkəzçi cəryanlar, iç mücadilə və yeni oppozisyon tanımlamalarında Azərbaycanı yanlarında görməsələr də, ırqçı baxışlar İran adlı coğrafiyada yaşayan Güney Azərbaycan və başqa millətlərin çıxarlarının görməsinə qarşı olmuş. Mərkəzçi güclərin reform və yöntəm dəyişikliyindən umudsuzlanmaqları rejim dəyişməsinin axışını gücləndirdi. Amma Güney Azərbaycan türkləri və başqa fars olmayan millətlər də milli çıxarlarını bəlli edib və öz hərəkətlərini insan haqları və Birləşmiş Millətlərin milli sərnəveşliyi təyin etmək haqqı əsasında qurmuşlar.